Salam dəyərli izləyicilər, sizlər üçün fərdi evlər, yəni həyət evlərinin minimum tikinti standartlarını qeyd edəcəm. Bunları tələbləri və tövsiyələr olaraq ayıracağam. İlk olaraq tövsiyə və tələb olaraq bölürük. İlk olaraq ümumi otağa toxunsaq, bu 16 kvadratdan aşağı olmaması tövsiyə olunur. Tələbi isə minimum eni 3 metrdən aşağı olmamalıdır. 2 nəfərlik yataq otağına toxunsaq, bu 12 kvadratdan aşağı olmamalıdır tövsiyə olaraq. Tələbi isə eni 3 metrdən aşağı olmamalıdır. 1 nəfərlik yataq otağına toxunsaq, bunun kvadratı 9 kvadrat metrdən aşağı olmamalıdır, tövsiyədir. Bunun isə tələbi eni olaraq 3 metrdən aşağı olmamalıdır. Ondan sonra mətbəxə gəlsək, 9 kvadratdan aşağı olmaması tövsiyə olunur. Eni isə 2,6 metrdən aşağı olmamalıdır. Ondan sonra hola gəlsək, hol 2,5-dən aşağı kvadratı tövsiyə olunmur. Eni isə minimum 1,4 metr olmalıdır. Ondan sonra ayaq yolu və hamama gəlsək, bunu da belə bölsək, burada 3,2 hamam, ayaqlarını birləşsək 3,8. Bunlar onların kvadratlarıdır, minimum tövsiyə olan və eni isə minimum 1,5 olmalıdır. Əzərəm, bunları qırmızı ilə hətta istəyərdim böyüyə alın ki, sizlər bu tələb normalarına xüsusən diqqət edəsiniz. Əzərəm, bu standartlara mütləq şəkildə əməl etməliyik ki, bizim tikinti işimiz tam olaraq əla alınsın. Sizlərin də nə sualları varsa bizə ünvanlaya bilərsiniz. Bizlər də onlara ən gözəl şəkildə cavablayaq. Görüşənədək.